Salam. Burada ikinci suala baxaq. Test bölməsi modal feillərə aiddir. Əvvəlcə modal feillər haqqında qısa məlumat verim. Can bacarmaq bilmək deməkdir. Keçmişdə could işlənir. Have, has to'nun isə keçmiş zaman forması had to'dur. Was able isə to be able to'nun zamana uyğunlaşdırılmış forması kimi verilib, lakin düzgün verilməyib. Was able to olsa uyğun ola bilərdi. İndi cümləyə baxaq. I translated the article because it was too difficult for me. Tərcümədən görünür ki, mən məqaləni tərcümə edə bilirəm, yaxud bilmirəm, çünki o mənim üçün çətin idi. Deməli, çətin idisə, burada biz inkar forma götürməliyik, çünki tərcümə edə bilməyib. Ona görə də can, could və was able variantlarını çıxarırıq, qalır D və E variantı. Couldn't, bir də hadn't. Qaydadan olduğu kimi görünür ki, burada had, not to verə bilmərik. Modal feillərin inkar formasını düzəltmək üçün didn't, had to'nu yox, didn't have to olaraq verilməli idi. Ona görə E variantı da səhvdir. Bizim doğru cavabımız D variantıdır. I couldn't translate the article because it was too difficult for me. Mən məqaləni tərcümə edə bilmədim, çünki o mənim üçün çətin idi.